Axşamınız xeyir olsun. Bildiyiniz kimi bir hüquq müdafiəçisi kimi mənə Ucar rayon sakinləri müraciət etmişlər. Sözsüz ki, onların məxfi saxlanılmaq, adları məxfi saxlanılmaqla söhbət burada Məmmədovlar və onun ətrafının faktiki korrupsiya halları, belə deyək, cinayətləri, dövlət əmlakını mənimsəmələri və belə deyək, Azərbaycan xalqının sərvətini belə deyək, talamaqla yanaşı həm dövlət əleyhinə hal-hazırda ki, situasiya nəzərə alınıb, həm belə deyək, tərəfdarlarının, Ziya Məmmədovun tərəfdarlarının yığışıb, demək, belə deyək də, təxribat hazırlaması barədə Ucarda, demək, millətini sevən, Ucarda, belə deyək, sözün əsl mənasında kasıb insanlar mənə müraciət etmişdir. Bugünkü bizim araşdırmamızın Məmmədovların əlaltısı sayılan və Aspolt MMC-nin, Ucar şəhərində yerləşən Aspolt MMC-nin, belə deyək, yanaşı sahibi, faktiki o, bütün Ucar cəmaatı bilir ki, bu firma Ziya Məmmədova məxsusdur, xüsusən də onun oğlu Anar Məmmədova, həmçinin ora şərik Namiq Məmmədovdur, baş prokurorun köməkçisi. Demək, öncə bir maraqlı bir məqama toxundular. Aspolt nə deməkdir? Dəhşətə gəldi. Aspolt Azərbaycan Polad ələmdarı deməkdir. Bunu mənə Ucar cəmaatı deyir. Demək, Ziya Məmmədov, Anar Məmmədov, demək, Namiq Məmmədov, Vüqar İbrahimov özlərini Azərbaycanın Polad ələmdarı hesab edirlər. Beləliklə, bugün biz qeyd etmişdik, bugün bizim söhbətimiz və araşdırmamız Vüqar İbrahimov olacaq. O, Ucar rayonunun əslən Qarabökdək kəndindəndir. Orada onun, bu Aspolt MMC-nin onun atasına məxsus olmuşdur və sonradan Ziya Məmmədovlar bu, demək, MMC-ni yaratmışlar. Bildiyiniz kimi, orada 1000-dən çox təxminən texnika var, hansı ki, Ziya Məmmədov güya beynəlxalq bankdan pul götürüb, o həmən ağır texnikalar almışdır. Amma faktiki olaraq onun 500-ü Anar Məmmədova, yəni Ziya Məmmədova, 300-ü təxminən mənə deyilənə görə Namiq Məmmədova, ölkənin baş prokurorunun köməkçisi Namiq Məmmədova və 200-ü bu Vüqar İbrahimova məxsusdur. Aspolt böyük bir 6-7 hektar ərazisi olan bir MMC-dir. Orada, demək, Məmmədovların sifarişi ilə Vüqar İbrahimov sauna, bar, restoran, istirahət etmək üçün, pozğunluqla məşğul olmaq üçün xüsusi otaqlar, demək, can güdənlər, orada, demək, belə bir maraqlı fakt dedilər ki, Rusiyadan, Ukraynadan, demək, Rusiya gözəllərini, Ukrayna gözəllərini, belə deyək, xüsusi reyslə Anar Məmmədov, Namiq Məmmədov və Vüqar İbrahimov oradan xüsusi, demək, gözəlləri Azərbaycana gətirib, orada pozğunluqla məşğuldular. Sözsüz ki, bu bir məlumatdır və bu yoxlanılmalıdır. Milli Təhlükəsizlik Nazirliyində Muhammedova müraciət edirəm. Baş prokuror Zakir Qalova müraciət etmirəm, çünki bu təşəkkül cinayətkar dəstənin başında duranlar biri onun köməkçisidir, Namiq Məmmədov. Anar Məmmədov bildiyiniz kimi hal-hazırda Amerikaya qaçıb və hələ geri dönməyib. Beləliklə, Vüqar İbrahimov kimdir? Qeyd etdik, Qarabök kəndindəndir, Ucarın Qarabök kəndindəndir. O, orada möhtəşəm bir villa, 1 kilometr uzunluğunda asfalt çəkib. Villası 8 hektar sahəsi var. Ondan sonra fikir verin, Novxanada 2 milyon dəyərində 2 villa alır və oranı söktürüb 4 mərtəbəli villa tikir, dəyəri 4-5 milyon manatdır və eyni zamanda deyirlər, orada lift çəkdirib 4 mərtəbəyə. Targovoda, Bakıda Targov adlanan yerdə 1 milyona ev alıb. Teymur Əliyev küçəsində Ucarda 4 mərtəbə ofisi var, qiyməti 2-3 milyon olar. İstifadəsində 20-dən çox. Fikir verin, bu adam Məmmədovların əlaltısı hesab edilir. Cənab Prezident İlham Əliyev, əlaltısı.
Bu adamın Ucarda 20'dən çox, hər birinin dəyəri 100-200 min olan avtomaşınları var və nömrələrini də mənə yazıb göndəriblər. Çoxsu 09061. Demək, bunlar nə ilə məşğuldur? Bilirsiniz, mən dəhşətə gəldim. Sözsüz ki, mən yenə deyirəm, mən bir hüquqşünas kimi xüsusi xidmət orqanlarına müraciət edirəm. Burada biraz çətin məsələdir. Yəni, bu yoxlanılmalıdır bu fakt. Hər hala mənə bu faktı göndəriblər və bu fakt istintaq orqanları tərəfindən müəyyən edilir. Bu Ucar cəmaatını şiddətləndirən nədir? Bu İbrahimovlar, bu Məmmədovlar faktiki olaraq Ucarda demək, həm bu Rusiyadan, Ukraynadan gətirilmiş qızlarla bərabər Ucarda, belə deyək, kimsəsiz, Ucarda, belə deyək, bədbaxtlıq nəticəsində ailəsi dağılmış qadınlara belə sataşmaqdan, onlara ələ almaqdan belə çəkinmirlər. Hər hala mən yenə də deyirəm, sözsüz ki, bir hüquqşünas kimi bu faktı mənə veriblər və bu araşdırma predmeti olmalıdır xüsusi xidmət orqanlarının. Sonra onların İbrahimov başda olmaqla, Namik Məmmədov başda olmaqla, Anar Məmmədov hal-hazırda qeyd etdiyim kimi burada deyir. Bu saunada istirahət etməkləri bu qızlarla, sonra burada demək xüsusi qalyana narkotik maddə qoyub çəkməkləri, öz kiçik yaşlı evlatlarına 13-14 yaşında, sözsüz ki mən görməmişəm, bunu Ucar cəmaatı deyir, 13-14 yaşında evlatlarını xarici maşında Ucarda gəzməklərini. Bəyəm ayıb deyilmi? Ucar adətən, belə deyək, həmişə sakit bir yer olub, oranın cəmaatı insanları, zəhmətkeş insanlar olublar. Bu nədir bu Məmmədovlar və bunun əlaltısı Vüqar İbrahimov bu Ucarda törədirlər? Üstəlik də bu günləri bu adamlar birləşib Azərbaycan hakimiyyətinə meydan oxuyurlar. Bir fakt demək istəyirəm. Sözsüz ki, bu Milli Təhlükəsizlik Nazirliyinin araşdırma predmeti olmalıdır. Ölkənin baş prokurorunun köməkçisi Namik Məmmədov öz bibisi oğluna deyir, zəng edib, deyir ki, İlham Əliyevin imperiyası nə vaxt dağılacaq? Faktiki olaraq bu asfalt şirkəti, Göyçayda da bu asfalt vurulur, Ucarda da, bütün respublikada bu firma vurur. Milyardlarla gəlir əldə edir. O cümlədən Göyçayda Çıngıl Dağı adlanan yerdə, demək, dövlət sərvəti olan, xalqın sərvəti olan 5 Çıngıl Dağının 3-ünü artıq ərdiblər bu Ziya Məmmədovlar. Və mən dəfələrlə demişəm, demək, sənətdə qeyd edirlər ki, güya bu İpək yolunda istifadə edilen bu çıngıllar xaricdən alıb gətirilir. Nə qədər adamın cinayətini sədalamaq olar? Niyə mən üzümü Eldar Mahmudova çevirirəm? Mən ölkənin prezidenti İlham Əliyevə müraciət edirəm. Bu qədər də dövlət əmlakını mənimsəmə, belə deyək, narkotik maddədən istifadə etmə, belə deyək, böyük bir ərazida sauna tikib, Rusiyadan xüsusi reislərlə xanımlar gətirib dünya gözəlləri burada keyf çəkmək. Kim bunlara imkan verib? Bu Ucar cəmaatının məlumatınız var mı artıq? Üsyan həddinə çatıb ki, Vidadi mənim kömək edin bizə, kömək edin bu sözlərimizi çatdırın hakimiyyət orqanlarına, xüsusi xidmət orqanlarına. Mən indi müraciət edirəm. Niyə yoxlamırsınız? Yoxlayın. Hər hala bu məlumatdır. Mən deyirəm. Yoxlamaq sizdən və qanuni tədbir görmək sizdən. Bir də özümü baş prokuror Zakir Qaralova müraciət edirəm. Zakir Qaralov, bu Namik Məmmədov ümumiyyətlə işlə tapılırmı? Mən nə vaxt eşidirəm bu adam ancaq tikinti işlərindən məşğuldur. Bir Ziya Məmmədovun bir proqramı var, Qulam. Qulam adlı şəxs. Bir sözlə, Vüqar İbrahimovun törətdiyi bu cinayətləri bunlar ancaq vergi versələr, bu yazıq cəmaatı, kasıb cəmaatdan 300 manat, 500 manat cərimə edib pul yığırlar. Elə Vüqar İbrahimovu cərimə edin bu milyonlarla qazanc edib, dövlət büdcəsinə 500 milyon, 600 milyon pul keçirdin da. Və yaxud da Anar Məmmədova, Namik Məmmədova. Kimdir ki, baş prokurorun köməkçisi? Kimdir? Bu Vüqar İbrahimov. Kimdir Anar Məmmədov? Mən hesab edirəm ki, internet vasitəsilə, YouTube vasitəsilə mən bu müraciətimi ünvanlayacağım. Necə olur ki, hansısa bir müxalifətçi bir söz işlədir, onu internetdə bu yaydığına görə həbs edirlər. Faktiki dövləti cinayətlərdən, dövlət əmlakını mənimsəməkdən mən müraciət edirəm və heç kim reaksiya vermir. Bu Məmmədovlar,
Bu Vüqar İbrahimov bir bəladır bu Şirvan torpağına ucara. Ucar cemaati şiddətlənib cənab prezident. Bu Vüqar İbrahimovdur. O ne demektir? Sauna. Gelin yoxlayın, burada büyük bir şey var mı? Aspolt, Azərbaycan Polad ələmdarları. Namik Məmmədov, Anar Məmmədov, ne bileyim Vüqar İbrahimov, ne bileyim kim? Mənsur Məmmədov. Niye bu icra başçısını, bu mafyanın rəhbərlik edən Ziya Məmmədovun xalası oğlunda icra başçı təyin edilisi orada? Prokuror öz adamları. Mən Ucar rayon Milli Təhlükəsizlik şöbəsinə müraciət edirəm. Siz Milli Təhlükəsizlik İdarəsisiniz. Niye bu barədə məlumatı siz orqanlara Eldar Mahmudova ötürmürsünüz? Axı bunlar hamısı dövlət əleyhinə olan cinayətlərdir. Ümumiyyətlə hesab edirəm ki, bu məsələ mənimsənəcək. Bir də deyirlər, bu adamların qardaşları, nə bilim, narkomandır, güya bunlar bir mafyadır və onlara deyirəm, birdən çaşarsınız ha. Ey narkomanlar, birdən çaşarsınız ha. Çaşarsınız, onu demək istəyirəm ki, birdən çaşıb hədə qorxu yolundan atarsınız. Can güdənləri var, nə bilim, Şəmkirlidir, haralıdır, Namikin deyil yoldaşı Şəmkirlidir, Şəmkirdən can güdənlər gətirib, 30-a 40-a yaxın can güdəni var. Mənim üçün 5.000 yox, 500.000 Ziya Məmmədovun can güdəni olsa, heç dırnağımın tozu da ola bilməz. Və deyirəm onlara, əgər bir dənə artıq hərəkət etsələr, qarşısında bir adı İskəndərini görəcəklər. Sağ olun, hesab edirəm ki, bu məlumatı prokurorluğa ehtiyac yoxdur. Mən yenə dedim, baş prokurorun köməkçisi bu mütəşəkkil cinayətkar dəstənin üzvlərindən və başlarından biridir. Milli Təhlükəsizlik Nazirliyi Eldar Mahmudov, xahiş edirəm, bu kaset sizə göndəriləcək, qanunu tədbir görün. Sağ olun.